Orxidə. Salam! Kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə birlikdə Əminəni gecədən hazırladık. Bugün şirniyyatı eləyəcəyik. Həmin gecədən hazırlayıb Əslində mayalandırıb. qoy bura. Baxın uşaqlar, əsl xəmir belə olur. Baxın. Bom. İndi nə arırıq? Hər evə lazım olmalı bir gelin adayı. Yaman. Yaman. Yaman yox, Kenan verelim. Yumurtanın birini qırdıq, ikincisini də qırırıq. Xəmirin reseptini Nə yaxşı qabığını atmadan elədin, qabığı işə çıxmadan. Əminə burada bölüşmüş olar. 2 dənə yumurtanın içərisinə. Məncə az vuraq, hə, vanil. Biraz. Paket vuraq da, xəmir çox Yaxşı. baxır. Bir dənə paket vanil vuracağım. Uşaqlar, burada da belə şokoladlar var. Bu streçini şokoladlı eləyək. Xəmir də öz yerində burada. Nə vururuq başqa nə? Belə. Всё, bəslə. Bunu indi qarışdırıb çırpacağıq. Gözlə gətirim. Aha, indi isə bunu heyecanlanma. Üstünə vuracağıq. Hə, fırça da gətirim indi. Bilə südlə eləyirdilər axı. Südlə də eləyən var, belə də eləyən var. Mən vanil qoxusunu sevdiyim üçün, ümumiyyətlə vanil hər şey sevdiyim üçün bununla eləyirəm. Qarışdırsın. Xəmir reseptini sizə vermək istəyirəm, amma biraz kamerada yaddaş problemi yaşayırıq deyə, yəni yerimiz azdır deyə buraya yazacağam. Həm də şərhlərə də yazacağam, bir də burada olacaq. Sən də əlimi belə tut. Resept. Gəl. Bax. Belə. İndi isə bunu qarışdırsın, sonra nə var? Bu kameranı biraz belə eləmək olar. Hə, vəssalam. Qarışdırsın, mən də bu xəmiri biraz şey edeyim. Əladır. Baxın, stresini atırıq. Seçki. O səs işdir. Görürsünüz, əsl belə olur. Deyəcək. Qəşəng deyil, şeydə yapışmayıb. Görün, bacılıyız. Uşaqlar, biz deməli bir neçə formada eləyəcəyik. Əsas figurumuz budur. Onu böyük eləmək istəyirik. Amma balaca eləyək məncə. Bir dənə böyük eləyək də amma. Çox da böyük yox da belə bu boylarda eləyək. Davay, indi uşaqlar ikimiz də xəmirə əl atırıq. Uşaqlar, indi bu qədər nəsə bəsdə ayına, səncə? Hə. Bu qədər aya vuracaq. Bu qədər nə eləyəcək, görək necə olur. İndi burasını verirəm Nisiyə, əl qol eləsin. Nisiyə dedim, Nisiyə. Oca kiminsə ləhcəsi keçirməyi bilmirəm. Bunlar əl qol eləyəcək, bu da qarnımız adı olacaq. Bədən hissəsi. Baxın, bunu stres qabağa getir. Başı olsun, bu bədəni olsun. Bu bədəni bir daha bir. Deməli, uşaqlar... Yağ vurmursan? Yox. Deməli, uşaqlar, bu başı olacaq. Birinci başını belə açıram. Mən də qulaqlarını eləyirəm burada. İçində biraz damla şokolad. Ortasına yayıldı. Bilmirəm, diz eləyirəm, səhv eləyirəm. Amma eləyirik də əsas odur. Bunu belə eləyirsiniz, uşaqlar. Bağlayırsınız ağzını. Sonra əlimizi alırıq, belə top-top eləyirik. İkisini də içinə şokolad qoydum, bağladım. İndi də Nisə qollarını, ayaqlarını düzəlsin, sizə sonuncu görüntüsünü göstərəcəyik. Ayımız belə oldu. Çin. Sumo güləşçisinə oxşayır. Qəşəng oldu məndə. Uya! Uya! Birazdan itmana gedəcək. Uşaqlar, biz indi bunu ayımızı biraz kəndi halına buraxırıq. Döyüşə hazırlaşsın. Burada bir dənə peti çəkim. Burada petimizi yandırmışıq bu arada. Bu qızana qədər biraz yanına bir-iki şey hazırlayacaq Nisə ilə bunu. Bir-iki şey də hazırlayaq. Daha sonra nə varacaq? Qoyacaq öz halında biraz yerə mayalansın. Əslində bir 5-6 dəqiqə gözlədib, sonra təzədən atacaq torbaya. İndi saçaq şeylər eləyəcək. 3 dənə hörüklə. Hə, hörük eləyək uşaqlar. Davay. Hörüyü də göstər nətər eləyirik. 3 dənə bundan ayıracağıq, sonra da hörəcəyik. Bəli. Bəlkə damla şokoladdan yeyək. Mən götürürəm bunu, belə eləyəndə üçünü də damla şokolad üstünə verəcəm, sonra verirəm.
Sən eləmirsən. Uşağa görürsüz, bizdə mantık var, akıl var, fikir var. Görürsüz, sanki bu çox arıq oldu, eləsə. Yaxşıdır da arıq. Olsa şişəcək. Olsa şişəcək şübhəli. Sənki də çox qalındır. Gətir əst. İndi onu böl şeylə. Əliyəcək axı. Yəni, kaş ay eləməzdik, nisə deyən. Kaş eləməzdik, çünki... Gələksiz xəmir getdi. Gəl, oturaq bəlkə. Şey oxşadı, oynamırıq. Bizim ancaq batardım. Uşaq, mən dırnaqla eləyirəm, yəni çox üzr istəyirəm. Niyə üzr istəyirsən? Çünki onlar iyrənəcəklər. Üzr istəyirəm. Dırnaqdan niyə iyrənirsiniz ki? Üzr istəyirəm. Dırnaqdan iyrənirsən. Yəni başqasına... İyrənənlər var. Yox, bilsə nətər, iş görəndə eləyirsə, onda biraz çəkinə bilərsən də, tanımadığın insan düzəldəndə. Düz deyirsən. Əlini... Bilsən, əl yox. Düşünürüm. Mən əldən deyirəm. Əl yox, amma dırnaqdan iyrənə bilərsən. Mən əldən də iyrənirəm ha bu arada. Yəni, mən bəzi qohumlar var, onların evinə belə gedəndə onların yeməklərini yeyə bilməm. Qohumlar görməsi. Ay, sağ ol. Mən o qohumlarda məsəl üçün iyrənirəm, yeyə bilməm. Mən məsələn anamgil tərəfdə, xalamgil olsun, nənəmgil olsun, mamamın yeməyinə o qədər oxşur ki, yeməkləri. Mən onları ayıra bilmirəm də nəsə. Səndə də elədir. Ata tərəfimdə var, bir ikisi ki, yeyə bilmirəm. Yeməyə baxanda yeməyin üzünə qışqırırlar. Mama tərəfdə o qədər yox. Yeməyin üzünə baxanda yeməyin üzünə qışqırırlar. Görürsünüz, bu üç dənəsini belə birləşdirdim. Nisə məsəl üçün iş görmür də uşaqlar. Kuru iftira. Niyə belə çəkdin ki? Əlimiz görünsün. Sən bilirsən elə. Uşaqlar, Nisən əlinin ləzzəti həqiqətən var. Prosta bu qız bilmirəm niyə iş görmək istəmir. Niyə iş görürsən, Niyə? Sabah bir gün evlənəsən, Nisə. Sabah bir gün evlənəm. Başıma vuracaqlar ki... Nə vuracaqlar? Hə? Nə? Başıma nə vuracaqlar? İşdəsində evlilik ortaq bir şey deyil. Evlilik ortaq bir şeydir, amma çox vaxtı elə şey məsuliyyətli qadında olur da. Yəni, bu dəqiqə bizdə yəni, milli mentalitetimiz buna işləyir. Və əslində mentalitet adında hamı bir-birinə çox şey deyir, hamı da bir-birini çox əzdilir. Amma da bilmirlər ki, onlar öz istərindəki sözlərdir də. Uşaqlar, biz indi bunları üzərinə yumurta sarısı vurduq. İndi isə gedəcəklər sobaya. 2 dərəcədə qalacaq bu. Vallahi 180 dərəcə. Orada qalacaq. Deməli 180 dərəcədə üzəri qızarana qədər belə sobaya getdi. Deməli uşaqlarım, sonra telefonlar. Şimdi mən də bunlarda belə yumru eləyib içinə şokolad qoyacağam. Birində isə bir ürək qoyacağam. Məsələn, bunu belə açacağam. Baxın. Dırnaqlarıma baxmayın. İçinə bunu qoyacağam belə. Yox, aynı deyil. İndi bağlayıram. Kəsmək olmaz deyir. Onu kəsəndə təzdən çıxacaq. Şək qoyuram bura. İndi bunları da belə yumru eləyəcəm. Çünki axatım qalmadı. Nizəni dağıdım. Yumru eləyəcək, sonra elə qoyacaq. O da orada pişir. Bu da bizim şirin şəkər bulkalarımız. Bir tavamız da gedir. Baxın, belə yumru eləmişik. Bunlar da gedir 180 dərəcədə pişəcəklər alt üst. Uşaqlar, bunun şirinliyinə baxın. Biz bacarırıq da. Biraz bunun qarnına pırt eləyib. Çay açdı. Özümüzü çaylarda süzdük, indi dadına baxırıq. Bayaq kadra başqalar girdi deyə çəkə bilmədik. Amma çölü çox şeydir, yəni bərkdir, amma içi çox yumuşaqdır da. Bəyəndim bu arada. Video izlədiyinizə görə çox sağ olun. Əgər bu resept videolarımızı sevsəniz, növbətdə biz də eləyəcəyik. Hə, eləyərik. Sağ olun. Sağ olun uşaqlar.